Biz izleyen değerli müəllimlər, düzdür, biraz fasıla verdim, biraz problemler var idi. Bu gün də yeni maraqlı suallar yazıb sizinlə paylaşacağım. Biz izleyen müəllimlərimizlə və izləyicilərimizlə də təşəkkürümüzü bildiririk. Belə bir maraqlı suallar var. İnandım sizdə o kadar maraqlı suallar var ki, çatdırıb prosto yazmaq olmur. Belə bir dənə bizə sual verilib, şərtli qoy yazın. 3-cü dərəcədən A üstə gəlsin B. Çıxılsın 3-cü dərəcədən A minus B bölünsün məxrəcdə 3-cü dərəcədən A üstə gəlsin B üzərinə gəlsin 3-cü dərəcədən A minus B bərabər 3 olarsa bərabərdir 3 A-nın kvadratı üstə gəl B-nin kvadratı bərabərdir 65 A bərabərdir sual B bərabərdir sualı bizdən soruşur. Bax, bu suallar necə yanaşmaq olar? Bunu çox cür yazmaq olar. Amma mən axıb belə yanaşıram bu suala. 3-cü dərəcədən A plus B-yə bərabərdir 1x deyiləm. 3-cü dərəcədən A minus B-yə bərabərdir 1 y deyiləm. Onda burada gətirib bu ifadələri yerinə yazıram. Yazıram ki x minus y bölünsün x plus y bərabərdir 3-ə. Buradan sadələşdirmə aparıram, yazıram. 3x üstə gəlsin 3y bərabərdir x minus y-ə. X-i bu tərəfə çəkildirəm, qalır 2x. Y-i bu tərəfə çəkildirəm, olur 4y. Hər tərəfi 2-yə bölürəm. X-i bərabər olur mənfi 2y-ə. İndi nə edirəm? Bunun hər tərəfini kuba yüksəldirəm. Onda buradan alıram x-in kubu bərabərdir mənfi 8y-in kubuna. Aydın şəkildə yazdım ki, aydın olsun. Deməli, bunun hər tərəfini kuba yüksəldirəm. X-in kubu bərabər oldu mənfi 8y-in kubuna. İndi bunun hər tərəfini biz kuba yüksəldirəm. X-in kubu bərabər olacaq A plus B-yə, y-in kubu bərabər olacaq A minus B-yə. Gətirib yerinə yazıram. X-in kubunu yerinə yazıram. A üstə gəlsin B bərabərdir mənfi 8 vurulsun A minus B. Burada sadələşdirmə aparsam, olacaq mənfi 8A, o tərəfə keçiriləcəm. Yəni, buradan alınır işarəsidir bu. 9A-ın bərabər olacaq müsbət 7B-yə. Onda bax, A-nın qarşısı 7B, B-nin qarşısı 9B. Mən onda yazı bilərəm ki, A-ın bərabərdir 7K-yə, B-yin bərabərdir 9K. Qalbın nisbətdə A-yin bərabərdir 7K-yə, B-yin bərabərdir 9K-yə. Axı, bizdə bir dənə də ifadə var ki, A-nın kvadratı üstə gəl, B-nin kvadratı bərabərdir 65-ə. Gətirib yerinə yazıb, biz K-nı tapa bilərik. A-nın yerinə 7 K-nın kvadratını yazsam olacaq 49K kvadratı. Üzərinə gəlsin. B-nin kvadratının yerinə 9K kvadratı yazsam olacaq 81. K-nın kvadratı bərabərdir 65-ə. Onda buradan alınır ki, bunları toplasaq 130 edir. 130 K-nın kvadratı bərabərdir 130 K-nın kvadratı bərabərdir 65-ə. Buradan alınır K-nın kvadratı bərabərdir 2-də 1-ə. Hər tərəfindən kvadrat kök alıram. Onda K bərabər olur plus minus 1 bölünsün kökdə 2, yəni kök altında 2 bölünsün 2 yaza bilərəm. İndi mən K-nı mənfi K-nı bərabərdir mənfi kök altında 2 bölünsün 2 götürsəm
A, B ile beraber olacak. A, B beraber olacak. B'nin 7 karda olacak. 7 vurulsun köyde 2 bölünsün 2. B'nin de olacak menfi. B beraber 9 karda. Karda kıymeti kök altında menfisini götüreceğim. Köyde 2 böl 2 olacak. Buradan ben kanun müsbət kök altında 2 böl 2 götürsəm, K2'nin kıymeti bərabərdir. Kök altında 2 böl 2 olsa, onda mənə A, B bərabər olacaq. Başqa misallar deyil, ona görə başqa buradan istifadə edirlər. Çünki hamısı yerləşir, bir yerdə olanda laf yaxşıdır. Onda buradan olacaq 7 vurulsun köydə 2 böl 2 müsbəti olacaq da bu dəfəndə. Müfəddəslikçilərin 9 vurulsun köydə 2 böl 2 bax, belə bir maraqlı misal edir. Ola bilsin ki, bunu başqa yollarla da yazmaq olar, amma mən bu yolu məsləhət bildim. İkinci belə bir tənlikdir, çox maraqlı bir tənlikdir. Bu tənliyi də bəzən görürsən ki, eyni əsasda gətirib qüvvətə yüksəldirlər, amma orada belə bir mürəkkəbləşmə doğru gedər də bu. Burada əvəzləməklə həll edəndə rahat olur. 3-cü dərəcədə 27 minus x-in kubu. Bax, belə bir tənlikdir. Bunu belə də yazmaq olar. Hər tərəfin 6-cı dərəcədən qüvvətə yüksəldərsən, onda görə mən 20 minus x-in kubunu açacağım, bu görsünüz daha da böyüyür. Ona görə bax, bu tənliyin özü, burada bizə sual verir ki, x bərabərdir sual və x daxildir tam ədədlərə. Tam ədədlər bulasın. Mən bunlar bir-birinə bərabərdirsə, onda mən bunu belə yazıram. 20 minus x-in kvadratına bərabərdir bir a deyirəm. 3-cü dərəcədən, bu üzr istəyirəm, 72-dir. 72 çıxılsın x-in kubuna bərabərdir bir b deyirəm. Belə bir dəfəzləmə aparıram. Bunun hər tərəfin kuba yüksəldirəm. Bunlar ikisi də bir-birinə bərabərdir də. Elə buna bir y deyirəm, buna da bir y deyirəm. Çünki bunlar bir-birinə bərabərsə, bu a-ya bərabərsə, bu da a-ya bərabər olmalıdır. Onda buradan alıram 20 minus x-in kvadratı bərabərdir y-in kvadratına. Buradan alıram 72 çıxılsın. X-in kubu bərabərdir y-in kubuna. Buradan alıram x-in kvadratı üstə gəlsin y-in kvadratı bərabərdir 20-yə. Buradan yaza bilərəm x-in kubu üstə gəlsin y-in kubu bərabərdir 72 yaza bilərəm. Biz bunu bir şəkildə də yaza bilərik. Bax, bunu yazıram x-i plus y-in kvadratı çıxılsın 2x-y bərabərdir 20 yazıram. Təzədən bunu qruplara ayıram. X plus y, müxtəsər vurma düsturlarına görə x-in kvadratı minus x-y plus y-in kvadratı bərabərdir 72. Qoy bunu buradan yazım. Biraz bu tərəfdən yazım. Gəlin bir tərəfə çəkməsin, başqa bir misal da var. Bunu buradan yaza bilərəm. X plus y-in kvadratı çıxılsın 2x-y bərabərdir 20. Təzədən bunu parçalasaq, x plus y kublar düsturudur. X-in kvadratı minus x-y plus y-in kvadratı bərabərdir 72. Buradan yenə yeni bir əvəzləmə aparıram. Bax, x-i plus y-ə bərabərdir bir a deyirəm. X vurulsun y-ə bərabərdir bir b əvəzləməsini deyirəm. Onu da gətirib burada x-in yerinə yazıram a-nın kvadratı. Çıxılsın 2b bərabərdir 20-yə. Buradan nə yazacağım? Bax, bu ifadədən isə yazacağım. Bu ifadədən yazacağım. A vurulsun. X-in kvadratı üstələsin y-in kvadratı məndə 20-dir. 20 çıxılsın b bərabərdir 72.
Burada əvəzləməni aparıb gətirib burada yerinə yazacağım, kvadrat təmin yazacağım. Buradan alıram ki, B-yin bərabərdir. B-yin bərabərdir. A-nın kvadratı çıxılsın 20 bölünsün 2. Bax, B-ni buradan bu ifadədən tapdım da. B buna bərabərdir. Onda B-nin qiymətini gətirib burada yerinə yazıram. B-nin qiymətini burada yerinə yazıram. Yazıram A vurulsun 20 çıxılsın. B-nin yerində yazıram. A-nın kvadratı çıxılsın 20 bölünsün 2 bərabərdir 72'ye. Bunun hər tərəfini 2'ye vursam, buradan alacağım 2 A vurulsun 20 çıxılsın. A-nın kvadratı üstə gəlsin 20 bərabərdir 144'e. Bax, belə bir tənliy aldıq. Təzədən bu tənliyin özünü sadələşdirsək, bu mənə verəcək 40A çıxılsın, A-nın kubu üstə gəlsin. Demək, bunu 2'ye vurduq, hər tərəfini 2'ye vurduq, bu 40 elədir. Bu 20 elədir, bunun hər tərəfini 2'ye vurduqsa, bu burada A-nın kvadratı qaldı, burada 20 qaldı. 2'ye vurduqda, bunu elə bil ki, 2'ye vuranda, bunu 2'ye vuranda, burada hesablama səhvliyi oldu desəm. Demək, bunu sadələşdirsək, olacaq 40 çıxılsın A kvadratı plus 20, elə bil 2'ye vuranda, bu 2'ye vurulanda, buradan belə olacaq da 40 A kvadratı çıxılsın A-nın kubu, üstə gəlsin 20A, bizdə 20A eləyəcək də, A-nı buna da vurulur. Bu olacaq 20A bərabərdir 144'e. Onda biz burada belə bir tənliy aldıq. Aldıq ki, 60A çıxılsın, A-nın kubu minus 144 bərabərdir 0. Bunun hər tərəfi mənfiyə vursam, A-nın kubu minus 60A minus 140 plus 144 bərabərdir 1, 0 tənliyin alarıq. Baxın, bu tənliyin həllini çox cür yazmaq olar. Bunun bölənləri plus minus 1, plus minus 2, plus minus 3, plus minus 4, plus minus 6'dır. Ben bunun yerine 6 koyanda, baxıram ki 6 tənliyi ödəyir. Böyle 216 çıxılsın, 180, üstə gəlsin 144. Bunun yerine 6 koyanda 360 eləyir. Bunları toplayanda 10, bir yadda 5, 6, 360 həqiqətən 0 olur. Demək, bir dəfə tapdıq ki, bizim A-mız bərabərmiş 6'ya. Demək, A-mız 6'ya bərabərmişsə, onda biz bunu bu şəkildə yazırıq. A-nın kubu minus 60A üstə gəlsin 144. Bunu bölürəm A minus 6'ya. Axı, A-mız 6'ya bərabər. Buna böləndə, buradan alacağım A-nın kvadratı, olacaq A-nın kubu çıxılsın 6A-nın kvadratı. Çox hədin tərəfə çıxsa, bunlar bir-birinə aparacaq. Qalacaq 6A-nın kvadratı minus 60A. Onu da burada yazacağım. Üzərinə gəlsin 6A. Bu eləyəcək 6A-nın kvadratı çıxılsın 36A. Tərəfə çıxanda mənə verəcək 24A. Üstə gəlsin 144. Bu da olacaq minus 24. Olacaq mənfi 24A plus 144 qalacaq 0. Yəni, bax, bunun buna olan hasıl olacaq. Onda biz bu tənliyi belə yaza bilərik. Bax, bu tənliyi yaza bilərik ki, bax, bu ifadəni yaza bilərik ki, A-nı, bax, bu ifadəni buradan yaza bilərik ki, A minus 6 vurulsun, A-nın kvadratı üstə gəlsin 6A minus 24 bərabərdir 0. Buradan A minus 6'nın bərabərdir 0, A bərabərdir 6'ya. Bu tənliyin həllinə baxırıq. Bizdən təbii tam həllərini soruşur. Buradan bunun biz D-sini tapsaq, D-ni tapıyaq, o kökünü yazaq. A bərabərdir mənfi 6 plus minus
kök altında 36 üstəcəl 96. Bunu vururuq 1'ə, vururuq 4'ə, 16, 8, 96. Buradan belə bölünsün 2. Buradan baxıram ki, ayın bərabər olacaq. -6 plus minus kök altında 12, 132. Mən də baxıram ki, bu köklər tam həll deyil də. İrasional həllərdir və bunu götürürəm. A-nı tapdım 6. İndi A-nı 6 tapdımsa, mən B-nin qiymətini buradan tapa bilərəm. Axı B-miz bir dəfəndə B-nin kvadratı bərabər idi. A-nın kvadratı minus 20 bölünsün 2 deyil. Buradan 6 tapmışam. Eləyəcək 36 çıxılsın 20 bölünsün 2. Bu da bərabər olacaq. Bu da bərabər olacaq 8'ə. Onda biz tapdıq ki, B-nin kvadratı deyil, bu B-dir. A bərabərdir 6'ya, B bərabərdir 8'ə. Amma məsələ yenə tam həll olunmadı. Axı biz burada x plus y cəminə A demişdik, x minus y-ə B demişdik. Təmin həlli buradan gəlir. Onda yazıram x üstə gəlsin y bərabərdir 6'ya, x-i vurulsun y bərabərdir 8'ə. Bu sistemi həll edirik. Bu sistemi də həll edəndə buradan əvəzləmə edirəm. Y bərabər olsun, 8 bölünsün 2 yaza bilərəm. Gətirib birinci sistemdə yerinə qoyuram. X üstə gəlsin 8 bölünsün 2 bərabərdir 6'ya. Hər tərəfini x-ə vururam. X-in kvadratı minus 6x plus 8 bərabərdir 0. Diyet teoremi tətbiq edirəm. X minus 2, x minus 4. Bunu qısada yazmaq olardı. İzlaha görə biraz uzun yazıram. C ilə aydın olsun. X bərabər olacaq. Buradan 2'yə, x-i 1. Bir dəfəndə x2 bərabər olacaq 4'ə. İndi x2 olanda, bax buradan y-imiz olacaq 4. Təzədən x-imiz 4 olanda y-imiz olacaq 2. Gətirib həmin bu qayda ilə bir dəfə y-in qiyməti y-in yerinə 4 qoyub, bir dəfəndə 2 qoyub, bu təminləri həll edib daha tapmaq olar. Məsələn 2 versək 4, 16, 4 çıxacaq. Buradan 2 versək 8, oradan 4, 64, 4 çıxacaq ödüyür. Və kökləri bax, bu şəkildə olur. Təbliğ həll olundu. Bax belə. Belə bir misal var. Mən indi bu birinci yandığımı siləcəm. Birisi çox yetibdir də. Belə bir dənə təmlikdir. Bu da maraqlı təmlikdir. 4 plus kök altında 15 qüvvətində 2 üstə gəlsin 4 minus kökdə 15 qüvvətində 2 bərabərdir demək 62'yə. Təmliyi həll edin. Sadəcə müdəlik ki, təmliyi həll edin. Köklərin natural həddir, yasal həddir, o barədə heç nə demir. Birinci ifadəni olduğu kimi saxlayıram. Yazıram 4 üstə gəl, kökdə 15, üstü 2, üzərinə gəlsin. Bunun qoşması yazıram burada. 4 üstə gəl, kökdə 15. Bunun bu şəkildə yazıram, heç nə dəyişmir. 4 plus kökdə 15, yəni ki, aydın olacaq. Qoşmasına vurduğumda, bunun sürət və məxrəci bunun qoşmasına vurdum. Və bunun üstündə 2 bərabərdir 1,62'yə. Buradan yine həmin qaydadan aldım. 4 üstə gəlsin, kökdə 15, üstü 2, üstə gəlsin. Bunu sadələşdirsək 16, 15, 1 eləyəcək. Bu şəkildə olacaq. 4 plus kökdə 15, üstü 2 bərabərdir 62. Aydındır. İndi bax, bunun qoşma sürət və məxrəci əslində bir dəqiqə, mən burada səhv yol verirlər, çünki bu minus olmalıydı. Minus. Bunun qoşmasına vurmalıydıq da, çünki bu minus idi, bunun qoşmasına vurmalıydıq. Mən orada plusda gətirəndə
bu məxrəcdə olmalı idi. Elə bil ki, surətdə olacaq x plus 4 qoşmasına, bu surət və məxrəcin qoşmasına bulanda 4 minus 2 kök altında x qoşması, bunun qoşması 4 plus kökdə x edir. O yazılmalı idi surətdə. Burada olmalı idi bu ifadə bu şəkildə ola bilməz. O istəyini təzədən yazdım. Buradan böyle təsdiq etmək. Üzerine gelsin. Bax, bu böyle bir şey olacaq. Olacaq, buranda bunun koşmasına vururam. Ben ters vurmuştum. 4 plus kökdə 15. Fikir vermədim. 4 plus kökdə 15. Bərabərdir 62'ye bunun kuvveti ikisi. Buradan yine bu ifade olduğu için yazdım. Çünkü ben birine t deyəcəm, o birisi olacaq. 1 minus t. Üstə gəl, olur kök 4 üstə gəlsin. Kökdə 15 üstü 1 edir bu. Bunun kuvveti x bərabərdir 62'ye. Şimdi bax, bu ifadenin özünə bir t deyiləm. 4 plus kökdə 15. Kuvvetində x-ə bərabərdir bir t deyiləm. Buradan alınan t üstə gəlsin 1 bölünsün t bərabərdir 62'ye. Hər tərəfin t'nin kvadratına vururam. 62 t üstə gəlsin 1 bərabərdir 0. Bunun əmsalı kütlü, mən belə bir qaydadan istifadə edirəm. Onda mən yazılan t bərabərdir 31'in kvadratı çıxılsın 1 bölünsün a'mız 2. Yani 2 a'ya böləndə elə a'ya bölünən və 2'ye bölünəcək. Böyle bir t'nin qiymətini yaptım. Burada bərabərdir. Yani bu bizim diskriminantımız da belə. D'miz buna bərabərdir. D bərabərdir 31'in kvadratı çıxılsın 1 bərabərdir. 31'e vuranda 1, 3, 961 edir. Bir çıxanda olur 960. Onda t birimiz beraber olacak. 31 plus minus kök altında 960 bölünsün 2'ye bölünür bu defa. Bu defa 1'e böləndə elə özüm verir də kəsir buradan sevirəm. Şimdi bunun özünü sadələşdirmək lazımdır ki, buradan görünür çıxar. 960'ı biz 4'e 15'e bölsək, 960 bölünsün 15. Bu 6 defa 30, 90, 64. Onda biz burada böyle bir şey alırıq. T beraber olur. 31 plus minus 8 vur kökdə 15. Belə bir ifade alırıq. T'miz beraber olur. 31 plus minus kök altında 15. Axı biz T'ye bu ifadeye bir T demişik. Yazıram 4 üstə gəl kök altında 15 üstü x bərabərdir. Bunun müsbətini götürəcəm. Bu olacaq 31 üstə gəlsin 8 vurulsun kök altında 15. Bunun mən belə bir ifadə görürəm ki, buradan bu 16, bu da 31. Bax, bu ifadəni təzədən yazıram. 4 plus kök altında 15 x bərabərdir. Bunu yaza bilərəm 4. Bunu yaza bilərəm 4. Üzərinə gəlsin kökdə 15'in kvadratı. Mən görürəm ki, əsaslar bərabərdirsə, qüvvət üstlərdə bərabərdir. Onda x-imiz bərabərdir 2'ye. Bir dəfədə bunun mənfisini götürəcəyik. Bunun qoşmasını tapacaq. Bu da güman ki, x-i bərabər olacaq 2'də 1'ə. Yəni x-i bərabərdir 2'ye yerdə qoysaq, həqiqətən də doğru bərabərlik alınacaq. İndi mən keçən dəfə demişdim ki, integral bölməsindən də misal həll edəcəyik. İndi mən bunları silirəm. Bir dənə integral var, maraqlı integraldır, onu da yazaram. Onunla da yekunləşdirərik. Maraqlı misallar dedim, istəməsəndə integral yazam. Bunlar həqiqətən də olduqca maraqlı verilən misallardır. Öyle ki, adi
rasyonel tənqidli görünüşlə fərəzləmə ilə yazıldı. Bu da rahat da tapılırdı o arada. Amma bunu 6-cı dərəcədə qüvvətə yüksəltib, bunu yüksək görünən bir mürəkkəb təmin edəcəksə, o təminlə həll eləmək olar əslində. Onu da yazmaq olar, amma ən səhvəlisini mən yazdığım təminli. İndi belə bir integrala baxacaq. İntegral bölünməsi ümumiyyətcə riyaziyyatda, riyazi analizdə çox istifadə olunan geniş bölmələrdən biridir. Həm də trigonometrik funksiyalarda trigonometrik funksiyaların ümumiyyətcə integrallanması da olduqca maraqlıdır. Bax, belə bir integral yazıram. Buradan yazıram. dx bölünsün sinus 4x 4-cü dərəcədən qüvvətli x vursun kosinus 4-cü dərəcədən kosinus x. Bir var sinus 4x ayrıdır, amma bu sinus 4-ün qüvvəti 4-cü dərəcədən x vurulsun kosinus qüvvəti 4-cü dərəcədən x dx-in integralını həll eləmək tələb olunur. Bunu indi mən 2 yolla yazacağım. Birinci bax, mən yazıram dx. Bunu bax, belə yazıram. Sinus x ötərəcə içində kosinus x burada yazıram 4 dx bərabərdir buradan yazıram, bax bu mənə verəcək, bax bu ifadə mənə verəcək 2'də 1 sinus 2x 2'də 1 sinus 2x demək həll edəndə olacaq 16 bölünsün sinus 4-cü dərəcədən 2x dx. Çox maraqlı integraldır. Bir başqa yoldan da yazacağım. Başqa cavab alacağım. Amma o demək deyil ki, yəni bunun cavabı səhvdir. Ondan da törəm alanında bir ifadə alırsan, sadələşdirəndə həmin nəticəyə gəlir. Ona görə mən bu sualı seçdim. Yəni müxtəlif yollarla yazanda müxtəlif cavablar alınır. İkisi də ödəyir. Sadələşdirib həmin cavabı gəlib çıxmaq olar. Buradan belə bir əvəzləmə aparacağım. Yenə bunu mən tangenislə əvəz edirəm. Sinus 2x-ə bərabərdir, biz bilirik ki, trigonometrik çevirmələrdir də bunlar. Tangens x bölünsün 1 minus tangenisin kvadratı x. Gətirib, bax, bu sinus x-in yerinə, bax, bu ifadənin yerinə bunu yazsam, yəni 4-cü dərəcədən bunu yazsam, mən belə bir integral alacağım. Buradan alacağım 16 vurulsun. 16 vurulsun. Bir ifadəni koysam bunun yerinə, olacaq 1 minus tangenisin kvadratı x. Tangenisin kvadratı x. Bunu belə bir mütərizədə yazaq. 2 tangenis x üstü 4 və dx. Təzədən tangenis x-ə bir t deyiləm. Həm də burada elə trigonometriyən bir təsirlər verirəm. Buradan da x-i bərabər olacaq arc tangenis t, tərsini tapdım. 11-ci siniflərdə yüngülləri mövzuya toxunurlar. Bizim vaxtımızda belə integrallar elə var idi 11-ci riyaziyyətində. Biraz, nə bilim, çıxardırlar, dəyişirlər, 50 dənə hoqqadan çıxır. Kitabın başına 50 dənə hoqqa gətirirlər. O dövr kitabda belə qəşəng maraqlı misallar olurdu. Uşaq da işləyəndə belə misalları beyni açılırdı. İndi tapmaca şeylərdir kitablarda. dx bərabərdir tangens x-in diferensiyalıyram. Olur 1 plus t'nin kvadratı dt. Gətirib təzədən bunun yerində verilənləri yazıram. Buradan alıram 1 minus t'nin kvadratı üstü 4 2 t üstü 4 yazıram. Vurulsun dx'in yerində yazıram. Əslində burada üzr istəyirəm, bu plusdur. Bax, görürsünüz, mən də hesablaması işarə səhvində yol vermişəm. Bəzən bir qabıq yerlərə dönüyor, amma görürsən mənim özümdə burada hesablamada işarə səhvində yol vermişdir. 1 bölünsün 1 plus t'nin kvadratı dt. Çox maraqlı bir integraldır. Görürsünüz, haqqında sadələşdirmə ilə gelir və alınır. Bax, buradan mən nə edirəm? 2 üstü 4 edir 16, 16'lar ixtisar etdi, işim biraz yüngülləşdi. Bunun özünü ixtisar etsəm, burada qalacaq böyük. Yəni, mənə verəcək 1 plus t'nin kvadratının kubu bölünsün t üstü 4 dt.
T. Bu integral da çox sadə integraldır. Hər tərəfin 3-cü dərəcədən qüvvətə yüksəldilməsi çətin bir şey yoxdur ki, buradan belə bunu orta məktəbdə belə tip suallar olur. Yəni 11-ci riyaziyyatında var. Əsas odur ki, bu integralı bu şəkildə çəkilmək lazımdır. Bunu kuba görə açsam, olacaq T üstü 6, üstə gəlsin 3 vurulsun T üstü 4, üstə gəlsin 3T'nin kvadratı, üstə gəlsin 1, bölünsün T üstü 4, dt. Bu da bərabərdir. Bax, bunun ayrı-ayrı kəsimlərdə yazsam da, indi yazmıram, formu yazacağım. T üstü 6-nı T üstü 4-ə böləndə, mənə verəcək T'nin kvadratı, üstə gəlsin 3, üstə gəlsin 3 bölünsün T'nin kvadratı, plus 1 bölünsün T üstü 4 dt. Bu integralı açsam, bu mənə verəcək T'nin kubu bölünsün 3, plus 3T minus 3 bölünsün T, törəmə alsam alacağım 3 bölünsün T'nin kvadratı, minus 1 bölünsün T'nin kubu olacaq bu. Yəni, əslində burada, bir dəqiqə, burada T üstü mənfi 4, T üstü mənfi 4, dəqiq sənəlaşdıram, olacaq T üstü mənfi 3 böl mənfi 3. Əslində 1, 3də 1'im olacaq burada. Burada olacaq 3də 1, 3də 1, T'nin kubunda 1, üstə gəlsin 1C. Bərabərdir. Bərabərdir. Bax, burada mən tangens x-ə bir T demişəm ki, bir yerdə qoyuyorum da burada. Olacaq 3də 1, tangensin kubu x, tangensin kubu x, üstə gəlsin 3, tangens x, 3 bölünsün tangens x'i mən yaza bilərəm, tərsinə çevirildə olacaq 3 kotangens x, 3 kotangens x, 3 kotangens x, 3 kotangens x, buradan cevap bir yerləşmədir, buradan yazaq. Bu cəbtər burada yazaq ki, qoy aydın düşsün. Bərabərdir. Burada 3 T'nin kubu bölünsün 3 olacaq 3də 1 tangensin kubu x. Burada 3 vurulsun T. Tangens x'e bir T demişəm. Üzərinə gələcək 3 tangens x. 3 bölünsün, bunu yerine yazabilirim. Çıxılsın 3 bölünsün tangens x. O da yine tersi olacaq 3 kotangens x. Çıxılsın 3də 1, 3də 1. Bunun yerine tangens x'in kubu yazsam tersindən çevrilmiş olacaq. Kotangensin kubu x üzərinə gəlsin 1'si. Bax, bundan həqiqətən törəmə tapıb, sadələşdirmələri düzgün yaparsaq, bax, bu integral altındakı funksiyanı, trigonometrik funksiyonu alacaq. Amma bu sualı mən belə yazmışdım. Bunu kökəlməli çox bir sadə yolla yazmışdı. Hala mən o vaxtı kökəlməlindən bir zərəfətimiz də oldu, mütaliyə edilmək. Dedim də kökəlməlim. Sən bu integralı bütün yollarla yazdım. Mənə də bir yol saxlamadım ki, mən də bir yolla yazam. Yəni belə bir sözlə demişdim. O müxtəlif yollarla da yazmışdı. Bir dənə çox sadə yolla yazmışdım. O yolda yazacağım. Müəllimin yazdığı yoldur. İkinci yol, onu Köçəli müəllim yazmışdı. Buradan da bizi Köçəli müəllimə salam deyilir, bizi izləyən müəllimlərə də. Baxın, təzədən o integralı indi yazıram. Bunu niyə seçdim bu integralı? Bax, trigonometrik funksiyalarda çox maraqlıdır. İntegralları yazırsa, həm də söhbət o mürəkkəb integrallardan gelir. İndi mən içində də yazanda bu cavabı almayacağım. Kotangensindən başqa bir cavab alacağım. Amma eyni şeydir, o demək deyil ki, bu səhvdir, bu doğrudur. Yəni, burada da bəzi çevirmələri aparıb, həmin o nəticəyə gəlmək olar. Eyni qayda ilə biz bunu belə yazırıq. Eyniz. Burada bunu bayaqları yazmışam da. Elə bir bax, bu 2də 1. Sinus 2x
eyni integralda, eynindən də belə kim gəlmişəm belə. Olacaq 16'da 1. Yəni bu olacaq integral 16 değil kes bölünsün sinusun kvadratı sinusun kvadratı yok üzr istəyirəm sinus 4-cü dərəcədən 2x. Bax, çox maraqlıdır. Buradan promol yazılan bunu böyle parçalayıram. 1 bölünsün sinusun kvadratı